minimum əmək, orta aylıq əmək o Ermənistanda Azərbaycandan olduğundan yüksəkdir. Ermənistanda adam başına düşən ümumdaxili məhsulun həcmi Azərbaycanda olduğundan yüksəkdir və bu daxili siyasətin, bərabər hüquqlu rəqabət şəraitinin yaradılmasının, korrupsiyanın Azərbaycanla müqayisədə xeyli dərəcədə, eyni zamanda elə Ermənistanın özü ilə Kaçaryan-Sarkisyan hakimiyyəti dövründə olduğundan dəfələrlə azaldılması səbəbindən belə bir vəziyyət yaranıb Ermənistan. Yəni, bu daxili siyasətlə bağlıdır, xarici siyasətlə bağlı deyil. Deməli, Arif müəllimin bu dedikləri ki, bunu çox yerdə bu fikri bilmədən, əsaslandırılmadan, ümumi bir dənə quru rəqəmi götürürlər, quru statistikanı götürürlər və o statistikadan da əsas götürüb Ermənistanda ümumi daxili məhsul bu qədər artıb və bayaq mən onun izahatını verdim. O ümumi daxili məhsulun artımını yenə mən izah etdim ki, bu süni bir artımdır. Heç biri nəyin əsasında artıb, nəyi ixrac edib, nəyi istehsal edib, hansı məhsulları dünya bazarına çıxardıb, hansı məhsulu Rusiyaya satıb. Bu deməli Rusiyaya qoyulan sanksiyalar hesabına, burada Rusiyanın öz şirkətləri gəlib, üzr istəyirəm, Almaniyada öz şirkətini qurub, əvvəldən Avropadan və yaxud da digər sanksiya altında olan o məhsulları indi Ermənistanın adıyla alır, çünki həmin ölkə sanksiya altında Rusiya olduğu üçün həmin ölkə Rusiyaya satmır. Satır Ermənistana, Ermənistandan da gəlib keçir Rusiyaya. Mən sizin sözünüzü kəsmək istəmirəm. Yəni, əgər bu erməni əhalisinin əmək haqqı nəticə etibarilə artması bu ilə bağlı ola bilməz. Arif müəllim, statistika və ortada olan konkret rəqəmlər. O rəqəm saxta rəqəm. Yox, saxta rəqəm deyil. O Ermənistana heç bir xeyri və təsiri olmayan bir rəqəm. Xeyri odur ki, Ermənistan əhalisinin əmək haqqları yüksəkdir. Əziz qardaşım, əmək haqqının alıcılıq qabiliyyətindən ölçülür. Əmək haqqı, onun əmək haqqı ola bilər. Əmək haqqının nominal, bir də var real. Nominal mənada o yuxarı ola bilər. Nominal, realda isə o heç nədir. Yenə deyim, Ermənistan bu məsələni ümumiyyətlə biz... Ermənistanda qiymətlər də Azərbaycandan olduğundan ucuzdur. Mənim tamamilə sizin o təhlilləriniz ümumiyyətlə belə deyək ki, əsaslandırılmış bir məsələ. Mən təhlil edirəm, mən rəqəm deyirəm, rəqəmləri deyirəm. Yəni ki, müvəqqəti olaraq tutaq ki, sizin o fikrinizi qəbul edək, müvəqqəti olaraq. Sadəcə olaraq bu bir sabun köpüyüdür. Rusiyanın şirkəti, yenə mən sizə rəqəm deyirəm ki, 2021-ci ildə 840 milyon dollar olubdur Rusiya ixrac etdiyi məhsul.